18 yaşlı gənc 1983-cü ildə heç vaxt törətmədiyi bir cinayətə görə ömürlük həbsə məhkum edildi və ölüm cəzası ilə üz-üzə qaldı. 37 il sonra isə DNT dəlilləri onun tam təqsirsiz olduğunu ortaya qoydu. 18 avqust 1983-cü il Florida ştatının Tampa şəhərində 19 yaşlı Barbara Grams işdən evə qayıdarkən hücuma məruz qalmış, təcavüz edilmiş və öldürülmüşdü. Cəmiyyət sarsılmışdı və polis qısa müddətdə günahkar tapmaq üçün təzyiq altındaydı. Polis ətraf ərazidə yaşayan və hadisə yerinə yaxın olan şəxsləri araşdırmağa başladı. O zaman 18 yaşında olan Robert Dubois, Barbara Grams ilə birgə ticarət mərkəzindəki bir mağazada əvvəllər işlədiyi üçün şübhəli qismində saxlanılmışdı. Robert Dubois'un məhkum edilməsində əsas rol oynayan amil diş izi ekspertizası oldu. Cəsədin yanağında aşkar edildiyi iddia edilən diş izinin Dubois'a məxsus olduğu bildirildi. Məhkəmədə çıxış edən ekspert Richard Suviron, qurbanın yanağındakı yaranın Dubois'un diş quruluşu ilə üst-üstə düşdüyünü iddia etmişdi. Bu ifadə məhkəmə heyətinə kifayət etdi. Robert Dubois həbs olundu. Həbsxanada olarkən Claude Butler adlı məhbus Dubois'un cinayəti ona etiraf etdiyini bildirdi. Əslində isə Butler öz cəzasını yüngülləşdirmək üçün bu yalan ifadəni vermişdi. 1985-ci ildə Robertə ömürlük həbs cəzası istənildi. Ancaq hakim Harry Coe bu qərarı ləğv edərək Dubois'a ölüm hökmü vermişdi. O, 3 il ölüm kamerasında qaldıqdan sonra cəzası ömürlük həbslə əvəzləndi. O, israrla günahsız olduğunu bildirsə də səsi eşidilmədi. Dubois həyatının ən məhsuldar illərini həbsxanada keçirdi. O, ailəsini, gəncliyini və normal həyat qurmaq imkanını itirmişdi. 2018-ci ildə məsumluq layihəsi və yerli prokurorluq işi yenidən araşdırmağa başladı. Vəkil məhkəmədən DNT analizi tələb edir. Məhkəmə isə 2006-cı ildə həmin işə aid olan bütün detalların 1990-cı ildə məhv edildiyini bildirir. Bir müddət sonra məhv edildiyi düşünülən DNT nümunələri tibbi ekspertizanın anbarından tapıldı. Müasir DNT analizləri sübut etdi ki, cinayəti Dubois deyil, həmin vaxt başqa cinayətlərə görə ömürlük həbsdə olan Abron Scott və Amos Robinson törədib. 2020-ci ilin avqust ayında məhkəmə hökmü ləğv edildi və Dubois 55 yaşında azadlığa buraxıldı. Sentyabr ayında isə bütün ittihamlar rəsmi şəkildə geri götürüldü. Dubois Tampa şəhərini və hadisədə iştirak edən polis əməkdaşlarını məhkəməyə verdi. 2024-cü ilin fevralında Tampa şəhər şurası ona 14 milyon dollar təzminat ödənilməsinin yekdilliklə təsdiqlədi. Dubois 18 yaşında həbs olundu, amma azadlığa çıxdığında artıq ömrünün yarısından çoxunu dəmir barmaqlıqlar arxasında qoymuşdu. Robert Dubois bu gün azaddır, amma bu azadlıq gecikmiş ədalətdir.